Salam, vaxtınız xeyir. Artıq 2 gündür bizim Masallı rayon icra həkimməti başçısı cənab Araz Əhmədovun illər öncə sərhəd qoşunlarında xidməti zamanı bir terrorçuya girov düşməsi haqqında paylaşım etmişdik. Əslində biz orada paylaşımda bunu qaşaqmalçı kimi yazmışdıq. Amma biz paylaşım edəndən sonra Araz Əhmədova yaxın olan şəxslər, onunla birgə işlədiyi, çalışdığı keçmiş zabitlər bizimlə əlaqə saxladılar. Məsələnin tam dəqiqliyini bizə izah etdilər və biz artıq tam məlumatlıyıq ki, hadisə necə baş verib. Əslində burada qaçaqmalçı deyil, burada bir terrorçu, yəni Şəmkir sərhədində 2 nəfər Çeçenistan vətəndaşı terrorçu saxlanılıb. Onlar bir zabit tərəfindən dindirilən zaman terrorçu ilə zabit arasında mübahisələr yaranıb və həmin zabitə zərbə endirən terrorçu arxasında olan seyfdən həmin o terrorçudan müsadir olunan qranadı götürərək həmin zabiti girov götürmüşdür. Bu məlumat cənab Araz Əhmədova o zaman çatdırılır və Araz Əhmədov dərhal aşağı enir. Burada qarşılaşan mənzərə çox belə qəribə bir mənzərə olur. Aşağıda, yəni həyətdə zabitlərin toplantısı varmış və həmin əraziyə yaxın ərazidə uşaqlar oynayırmış. Araz Əhmədov terrorçu ilə söhbətə girmək istəyəndə həmin terrorçu Araz Əhmədova yaxınlaşmamağı əmr edir. Buna baxmayaraq Araz Əhmədov həmin terrorçudan nə istədiyini soruşduqda o bir avtomobil, bir avtomat və Gürcüstan sərhədinə onun aparılmasını, yəni o tərəfə keçilməsini istəmişdir. Təbii ki, Araz Əhmədov onunla söhbətlər aparmış və nəticədə ona bildirmişdir ki, həmin sənin girov götürdüyün zabit sənə bu köməkliyi göstərə bilməyəcək. Komandir mənəm, mən istəyirsən girov götürə bilərsən və mən sənin istəklərini yerinə yetirə bilərəm. Nəhayət, burada uzun söhbətə gedəndən sonra Araz Əhmədov özünü girov kimi həmin terrorçuya təslim edir və zabit isə azad olunur və onun istəyi Araz Əhmədov tərəfindən yerinə yetirilir. Araz Əhmədovun əmrinə əsasən onun xidməti avtomobili, Uaz markalı avtomobili əraziyə gətirilir və Araz Əhmədov avtomatı da həmin terrorçuya təqdim olmasını tapşırıq verir. Lakin bildirir ki, avtomatı verəndə Azərbaycan da deyir ki, yəni iynəsini çıxardın. Bildiyimiz kimi avtomatda bir iynə var. Həmin terrorçu çox təcrübəli terrorçu olur. Bir əllə Araz Əhmədovu əlində saxlayır, digər bir əllə avtomatı sökür. Görür ki, həmin iynəsi yoxdur və təkidlə avtomatın normal vəziyyət olmasını istəyir. Araz Əhmədov ona yenidən, yəni tam hazır vəziyyətdə olan avtomatı verilməsini tapşırığı verir. Bəli, avtomat veriləndən sonra o Araz Əhmədovu sükan arxasına otuzdurub Gürcüstan Qırmızı Körpü istiqamətinə sürülməsini tələb edir. Təbii ki, Araz Əhmədov öz təcrübələrini istifadə edərək onunla yol boyu söhbətlər edir, təbliğatlar aparır, onu başa salmaq istəyir. Bu danışıqlar az da olsa həmin terrorçuda inam yaradır və Araz Əhmədov da ona qeyd edir ki, sabah orucluq bayramıdır, mən də oruç tutmuşam, mən də namaz qılanam və yol boyu ona dini hədislərdən danışır, onu əl almaq üçün bəzi variantlardan istifadə edir. Terrorçuda Araz Əhmədova qarşı iram yaranır. Beləliklə, bunlar yol gedərkən Araz Əhmədov terrorçuya başa salır. Əslində bu bir taktikadır. Deyir, yəni sən Qırmızı Körpü istiqamətində biz geçsək, sənin üçün o izə keçmək, yəni Gürcüstana keçmək çətin olacaq. Gəl mən səni Tovuz istiqamətindən daha əlverişli ərazidən Gürcüstana keçirim və bu razılaşır. Belə olur ki, Tovuz istiqamətinə gedərkən avtomobildə nasazlıq yaranır və bir körpünün üzərində avtomobil sönməyə başlayır. Bundan həmin terrorçu şübhələnir və əsəbləşir. Araz Əhmədova bildirir ki, əgər deyirsənsə maşında problem var, ikinci maşını gətirsinlər. Araz Əhmədovun digər ikinci xidməti avtomobili Niva markalı maşını olur.
və dərhal əlaqəyə girir, NIV avtomobili gətirilir, həmin UAZ markalı maşına yaxın məsafədə saxlanılır. Maşını dəyişmək istəyən anda Araz müəllim özü də bu haqda məlumatlı olmayıb ki, artıq yolda xüsusi xidmət orqanları tərəfindən, müdafiə qoşunları tərəfindən, nazirlik tərəfindən postlar qurulub və burada atışma başlayır. Atışma başlayanda Araz Əhmədovun tam yaxınlığından, yəni az məsafədən 17 avtomat gülləsi yan keçir. Bu da xoşbəxtlikdən və həmin terrorçu atışın dayandırılmasını tələb edir. Araz Əhmədov səsini qaldıraraq atəşin dayandırılmasını tələb edir. Daha sonra mərkəzlə əlaqə saxlayır və atəş dayandırılır. Yenidən bunlar NIV avtomobilinə minərək artıq bu dəfə onda, yəni o terrorçuda inam etdiyindən o xeyr, Tovuz istiqamətindən keçmək istəmədiyini bildirir və aldadığını ifadə edir. Qırmızı körpü istiqamətində hərəkət etməsini tələb edir. Araz Əhmədov Qırmızı körpü istiqamətində hərəkət edir. Axşam saat 8 radələrində artıq Qırmızı körpü içəri daxil olurlar. Burada Araz Əhmədova yaxınlaşır Gürcüstan Səyahət Qoşunlarının qərargah rəisi, Araz müəllimi çox yaxşı tanıyırmış və bildirir ki, hətta deyilənə görə birbaşa, yəni Araz Əhmədov tanıdığı üçün deyir, Araz, sən yoluna davam etsən, biz hər ikinizi məhv edəcəyik. Yəni sizə atəş açılacaq. Mən çox xahiş edirəm, siz bunu etməyin. Əgər bunu etsəniz, onda üzrlü sayın. Məsələ belə olur ki, yəni bu əməliyyat başlayıb saat hadisə 1 radələrində, axşam 8 radələrində kimi davam edən əməliyyat artıq demək olar ki, sona çatırmış. Və burada Araz Əhmədov başa salır ki, yəni biz getsək irəliyə, bu hər ikimiz məhv olunacaq. Buna səbəb də oymuş ki, həmin gün Gürcüstanda Amerika Birləşmiş Ştatlarının rəsmi şəxsləri rəsmi görüş keçirmişlər və Gürcüstan tərəfi də təkidlə bildirib ki, həmin komandirin və terrorçunun Gürcüstan hərəkət etməsinə yol verilməsin. Çox söhbətlər aparılır, lakin terrorçu Araz Əhmədovla razılaşmır. Bu an qaranlıqdan bir kişi görsənir və bu terrorçu birdən qayıdır ki, bu burada nə edir? Araz müəllim soruşur ki, kimdir o? Deyir, atam. Artıq Araz müəllim aydın olur ki, demək, bu 8 saat ərzində Azərbaycan dövləti bütün tədbirləri görüb və həmin terrorçunun atası əraziyə gətirilib. Əməliyyat barəsində, yəni o zamanki Azərbaycan prezidenti mərhum Ümumi lider Heydər Əliyev olubdur. Bu əməliyyatla məlumatlı olub. O səbəbdən həmin terrorçunun atası əraziyə gətirilmiş və atası oğlunu təslim olmağa məcbur edir. Bəli, oğlu təslim olur. Əlindəki silahı və qranadı Araz Əhmədova təqdim edir. Daha sonra onlar gömrükdə otağa daxil olurlar və Araz Əhmədov bildirir ki, mən bu qranatın da hazır vəziyyətə gətirilmiş. Qoy mən bunu arxadakı axan çaya atım, zərərsizləşdirim. Burada saniyələr qalmış, bu da Allahın işidir. Araz Əhmədov həmin qranatı çaya atan anda qranat göydə partlayır. Saniyələr qalmış onun partlamasına. Xoşbəxtlikdən bu, yəni hadisə zamanı partlamayıb. Bu məsələ çox uzun bir məsələdir, böyük bir, yəni film kimi bir hadisədir. Əminəm ki, haçansa bu, yəni hadisə haqqında ola bilsin sənədli film çəkilsin və yaxud romanlar yazılsın, tarixi bir hadisədir. Əslində biz də istəyərdik ki, bu sənədli film şəklində çəkilsin və gələcək nəslə bu böyük bir stimul verə bilər, böyük bir ibrətamiz bir hadisədir və yetişməkdə olan gənclərimizdə, yəni yetmənətlərdə bu daha ruh yüksəkliyi oyada bilər. Bizim Bakı şəhərindən çox sayda media mənsubları, yəni dostlarımız bizimlə əlaqə saxlayıb, hətta Türk mediası bu faktla bağlı araşdırmalar aparmaq istədiyini bildirib. Əməkdaşlarımız da masalar əlinə gəlib, Ramiz Əhmədbəşindən müsahibə aldıqlarını istədiklərini bildirmişlər. Araz Əhmədov təvəzzükar insandır. Mediaya çox da açıq deyil ki, o bizə bu haqda ətraflı məlumat versin. Düzdür, hər bir tarixi hadisənin qiymətini zaman və tarix verir. Bu hadisə tarixi hadisə olduğu üçün bu tarixdə qalacaq, tarixdə yaşayacaq. Necə ki biz
Şəmkir səfərimiz zamanı ərzində biz toy şənliyinə getmişdik. Faldan olduğumuzu bilib bizə bu əhvalat danışdı. Deməli bu tarixdə qalıb. Araz Əhmədovun qəhrəmanlığı da o zamanlar Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Yəni Araz Əhmədov Azərbaycan bayrağı ordeni ilə təltif olunub. Biz Araz Əhmədovu artıq qəhrəman kimi tanıyırıq və bu qəhrəmanlığa görə Araz Əhmədova təşəkkür edirik.